Salam uşaqlar. Bugünkü suallarımız Rənadan gələn, şagirdim olan Rənadan gələn sualların izahlarını verirəm. Və bir-iki dənə də özüm artırmışam. Baxaq suallarımıza, izahına. Deməli, yaxınlaşdıraq. Nə deyir? Hidravlik maşında sahəsi 20 sm kvadrat olan kiçik porşinə təsir edən qüvvə 80 Newtondur. Tarazlıq halında sahəsi 100 sm kvadrat olan böyük porşinə təsir edən qüvvənin qiymətini hesablayın. Hidravlik maşında dedik ki, təzyiqlər bir-birinə bərabərdir. Yəni P1 bərabərdir P2. Bizə burada böyük kiçik dediyindən gələ-gələ birincini kiçik, ikincini isə böyük götürək. Dedik təzyiq bərabərdir F bölünsün S-ə. F kiçik, burada hər ikisinin ayağına kiçik və dedik böyük bərabər olur hər tərəfdə böyük porşenin böyük sahəsinə nisbətinə. Bizə nə deyir? Kiçikin sahəsini verib. Baxın, kiçiyin sahəsini verib. Yazıram 20. Kiçiyin qüvvəsini də verib 80 bərabərdir. Böyüyün qüvvəsini istəyir. Böyüyün sahəsini də verib 100. 80 ilə 20 xısa gedər 4 və beləliklə böyük porşenin qüvvəsi 400 Newton, yəni cavab C variantı. Birləşmiş qablardakı su sütununun H1 hündürlüyünü hesablayın. Birləşmiş qablarda eyni hündürlükdə təzyiqlər bir-birinə bərabərdir. Yəni buradakı P2 ilə buradakı P1 bir-birinə bərabərdir. Şərtimiz budur. Təzyiqlər eyni səviyyədə, təzyiqlər bərabərdir. Biz burada əvvəlcə P2-nin təzyiqini tapa bilərik. Yazarıq. P2 bərabərdir. Rho, burada kerosin olduğundan rho kerosin, J, H2. Burada da P2 bərabərdir. Kerosinin sıxlığı verib bizə 800. Vurulsun J'miz 10, H-ımız isə 50 santimetrdir. Metrə çevirsək, deməli 0,5, yəni 2də 1 kimi yazaq. Bu da ixtisar gedər 5, bu dedər 4 dəfə 1, 8 və 5, 40, bu deyilir 4 kilo paskal. Deməli, ikinci halda aldıq ki, təzyiqimiz 4 kilo paskaldır. Bu, elə buradakı təzyiqə bərabərdir. Yəni, yazaram 4 kilo paskal, yəni 40.000 kilopaskal. 4.000 bərabərdir. Artıq burada su yazacağım. Çünki bunun üzərindəki bu nöqtə sudur. Rho suyun da birbaşa qiymətini yarın yazaq. Uşaqlar, yəni belə yazmaq istəyirəm. Qoy digərinə də yazım. Rho 1 bərabərdir. Rho su P bərabərdir. Rho su J H1. Yazıram. 4.000 bərabərdir. Suyun sıxlığı 1000 vurulsun. J'miz 10. H1'imizi axtarırıq. 3 sıfırdan 3 sıfır gedər. Buradan H1 də bərabərdir 0,4 metr. Yəni cavab 40 santimetr. Hidravlik maşınlarda dedik ki, bax, az öncə təzyiqlər bir-birinə bərabərdir. Təzyiqlər bir-birinə bərabərdir. Bizə nəyi soruşur? Təzyiqlərin nisbətini soruşur. Bir-birinə bərabərsə hesablamağa ehtiyac yoxdur. Nisbət 1-ə bərabərdir. 92-ci suala baxırıq. İpə bağlanmış 200 qram kütləli cisim maye daxilində tarazlıqdadır. Cismə təsir edən Arximed qüvvəsi 10 Newton olarsa, ipdə yaranan gərilmə qüvvəsini tapın. Nə deyir? Şərtimizdə nə dedi? Deyir 200 qram kütləli cisim. Kiloqrama çevirsək, yəni 0,2 kiloqramdır. Və bu cismə ağırlıq qüvvəsi F ağırlıq bərabərdir mg-dən. Deməli 2 Newton ağırlığı var. Yazırıq, hər bir cismə dedik aşağıya doğru 2 Newton. Və ip həmişə çəkən olur. İpin tək gərilmə qüvvəsi də aşağıya doğrudur. Və Arximed qüvvəsi isə maye və qazlarda itələyici qüvvə adlanır. Burada da F Arximed. Bizim şərtimizdə nə deyirdi? Deyir tarazlıqdadır. Tarazlıqda o deməkdir ki, yəni yuxarı olan qüvvə ilə aşağı olan qüvvələr bir-birinə bərabərdir. Onu da yazmalıyam. Arximed qüvvəsi bərabərdir. Aşağı olan qüvvə gərilmə qüvvəsi üzərinə gəlinsin. Ağırlıq qüvvəsi. Bizdən nəyi soruşur?
T gərilmə qüvvəsini. Buradan gərilmə qüvvəsini də tapanda Arximeddən çıxmalıyam ağırlıq qüvvəsini. Bərabərdir. Arximed qüvvəsini mənə verib 10 Newton. Ağırlığı da mən tapdım 2 Newton. Deməli cavabımız ipdə yaranan gərilmə qüvvəsi 800 Newton. Digər suala baxaq. Dərinliyi 80 metr olan gölün dibindəki tam təzyiqi kilopaskalla hesablayın və burada atmosfer təzyiqini də verildir. Deməli, baxıb təsəvvürümüzə gətirək bir göldür. Bu göl bilirik ki, səthi, açıq səthi, səthin sahəsi açıqdır, yəni qapalı deyil, göldür. Və bunun dibindəki müəyyən bir K nöqtəsi deyə, bu K nöqtəsinin dibinindəki təzyiqi istəyir. Biz bilirik ki, həm burada bir mayenin hündürlüyü var, 80 metr hündürlüyündə və bir də əlavə olaraq atmosfer təzyiqi var. Yəni, mən buradakı K nöqtəsindəki təzyiqi tapanda artıq bir suyun təzyiqi ρGH, bir də üzərinə əlavə gəl, atmosfer təzyiqini də əlavə etməliyəm. Yazaq, ρGH-ımız bu su olduğundan suyun sıxlığı 1000, vurulsun J'miz 10, H-ımız isə 80 metrdir. Üzərinə gəlsin atmosfer təzyiqini verib 100 kilopaskal. Bu neçə eləyir uşaqlar? Bu da 800 kilopaskal eləyir. Diqqətli baxaq. 800, bu da 1000. Bəli, 800 kilopaskal üstə gələk 100, o da bərabərdir 900 kilopaskal. Cavabımız deməli K nöqtəsindəki tam təzyiq 900 kilopaskala bərabərdir. Nə deyir? Neft ilə doldurulmuş çən AK səviyyəsinə qədər boşaldılarsa, M nöqtəsindəki hidrostatik təzyiq necə dəyişər? İlk öncə boşaldılmamışdan ki qabaq M nöqtəsinin təzyiqini tapaq. M nöqtəsinin təzyiqi, gəlin buna P1 deyək. P1 halında, yəni ilk halda P1 halında bərabərdir. Nə ilə doldurublar? Neft ilə doldurublar. Yəni Rho neft JH. Və burada H-a boşaltmamışdan əvvəlki hündürlüyü götürəcəm. Ümumi hündürlüyü götürəcəm. Bu dedir 3 metr. Yazıram. Deməli, neftin sıxlığı 800, vurulsun J'miz 10. H-ımızı nə qəbul elədik? Hər ikisini, yəni 3 metr qəbul elədik. Bu dedir 8 dəfə 3, 24 kilopaskal. Sonradan deyir ki, bu M nöqtəsinə, AK səviyyəsinə qədər, bax, bura qədər boşaldılır. Yəni, bura qədər boşaldılır, bu su artıq yoxdur, yəni bu hündürlüyü nəzərə almıram. İkinci halda təzyiqimi, yenə Rho neft J, artıq bu zaman H1 deyək buna, yəni bax, bura qədər olan hündürlüyü götürməliyəm. Bərabərdir 800, J'miz 10, H-ımızın yerinə indi 1 yazıram. Bu dedir 8 kilopaskal. Gördük ki, təzyiq əvvəl 24 kilopaskal idi, indi oldu 8 kilopaskal. Təzyiq azaldı, artarlar olmaz, dəyişməz olmaz. Nə qədər azaldı? 16 kilopaskal azaldı. Uşaqlar, burada şərtdə bir səhvlik var. Ya bu şərti verməməli idilər, bu şəkli verirsə, və yaxud da bu şərti verirsə, bu 50 yox 20 santimetr olmalıdır. İlk öncə onu deyim və şərtlə biz gedək, şəkillə getməyək. Biz dedik ki, birləşmiş qablarda eyni səviyyədə təzyiqləri bir-birinə bərabərdir. Yəni, buradakı P1 ilə buradakı P2 bir-birinə bərabərdir. Yazıram, P1 bərabərdir P2-yə. P1-ə nə yazıram? Üstündəki mayenin hündürlüyünü. Və su olduğuna görə yazıram, Rho su J H1 bərabərdir. Digərində isə kerosin var. Rho kerosin J H2. Və buradan, bax, bu şərtə əsasən biz H2-ni tapa bilərik. H2 bərabərdir. H1 digər tərəfə gedər. Onlar 4 üzərinə gəlinsin H1.
Yazıram onda. Bax bu H2-ni silirəm. H2-nin yerinə yazıram mörtəzə 4 üzərinə gəlinsin H1. J'lər hər tərəfdə var, ixtisar gedir. Yazıram. Suyun sıxlığı 1000 vurulsun. 1000 vurulsun. H1'imi bilmirəm. H1'i soruşur. H1 bərabərdir. Deməli, kerosinin sıxlığı 800. 4 üzərinə gəlinsin H1. İxtisarlarımızı hər tərəfi 100-ə bölək, sadələşdirək. Nə alıram? Burada H1'dir. Nə aldım? 10 H1 bərabərdir. Mörtəzəni vurub açıram. 8 dəfə 4 32 üzərinə gəlsin 8 H1. Buradan da 8 H1'i digər tərəfə keçirəm. Çıxaq olur. 2 H1 bərabərdir 32. H1 də bərabərdir 16 santimetr. Deməli, neçə santimetr olmalıdır? 16 santimetr olmalıdır. Bax, 16'nı aparıb burada yerinə qoysaq, H2'ni alırıq ki 20. Yəni, bax, buradakı 20 santimetr olmalıdır. 50 yox. Sadəcə ola bir şərtdir də veriblər. Şəkildə dəyişdi, səhvlik olur. Baxırıq. Uşaqlar, bu hər iki misal. Deməli, bundan sonra varmı? Gəlin bunu sona saxlayım. Sonda çünki Bernoulli qanunu izah eləməliyəm ki, mən bu misalların ikisini də siz başa düşəsiniz. Keçək qalsın o. Bundan sonra var hələ. Deməli, hansı şərt ödəndikdə cismin maye səthindən bir hissəsi mayeye bataraq üzür? Deməli, Arximед qanununda 3 halda cisimlərin üzmə şərti var idi. Baxaq. Maye ilə dolu. 1. Cisim yarısı havada, yarısı mayədə üzə bilər. Cisim tam bataraq suyun içərisində üzə bilər. Suyun daxilində üzə bilər. Bir də suya daxilinə bata bilər. Bu 3 halda nə zaman, yəni sıxlıqlar arasında əlaqəyə baxaq. Əgər bir cisim mayəyə tam batmışsa, deməli bunun ağırlığı Arximedindən böyükdür. Bu da o zaman böyük olur ki, cismin sıxlığı, bax buna gəlin 3 deyək, buna 2, buna da 1 deyək. Üçüncü halda nə zaman olar? Cismin sıxlığı mayenin sıxlığından böyük olarsa, bu zaman bu cisim mayədə batar. İkinci şərtimizdə o zaman baş verər ki, cismin sıxlığı mayenin sıxlığına bərabər olar. Birinci şərtimiz o zaman baş verər ki, suyun sıxlığı, yəni mayenin sıxlığı böyük olar cismin sıxlığından. Bizə nə deyir? Deyir, bir hissəsi mayəyə bataraq üzür. Yəni, birinci şərti bizdən istəyir. Baxaq birinci şərtimizə, mayenin sıxlığı cismin sıxlığından böyükdür. Yəni, yalnızca 3 doğru cavabdır. Sabit gücə malik mühərriki olan avtomobil kinetik enerjisi 4 dəfə artırdıqda onun dartı qüvvəsi necə dəyişir? Avtomobilin kütləsi sabitdir. Güc deyir, biz bilirik ki, gücün qüvvə ilə, dartı qüvvəsi ilə bir düsturu var. N bərabərdir. Hardan alırıq onu da yazaq. A bölünsün T'yə. A-nın da yerinə Fs bölünsün T. S-i T'yə böləndə sürəti alırıq. Yəni F vurulsun sürət. Amma bizə burada kinetik enerjini deyir. Biz də bilirik ki, kinetik enerjinin düsturu mv kvadratı bölünsün 2. Buradan v kvadratını tapsaq, alırıq biz m düşür məxrəcə 2y kinetik. Və bunun kvadratını azad edəsək, bu kökə düşür. Bu sürətin yerinə aparıb bunu yazıram. Deməli, nə hala gəldi düsturumuz? N bərabərdir. F olduğu kimi qalır. Nə aldıq? Kök altda 2y kinetik bölünsün M. Şərtdədir, avtomobilin kütlə sabit. Sabit gücümüz də sabitdirsə, dartı qüvvəsi kinetik enerji ilə tərs asılı qalır. Hasil şəklindədir axı bunlar. Bunları tapanda, yəni F qüvvəsini tapanda
2y kinetik məxrəcə düşmüş olur. Kök altda m, bir də n qalır. Bu kök altda ilə tərs aslı olur. Bizə deyir kinetik enerjini 4 dəfə artırdıqda, bunu 4 dəfə artırdıqda kökdən çıxar 2, artır deyirəmsə onda qüvvə 2 dəfə azalmış olar. Cavab 2 dəfə azalar. Yine eyni gerek silməzdim. Yine eyni düsturdan digəri də. 24-cü suala baxıram. Nə dedik? Yenə eyni sual soruşur. Bəli, deməli kvadratik tərs aslı dedik. Kinetik enerji 4 dəfə azalırsa, bax azalanlar olmaz, dəyişməz olmaz, azalan olmaz. 4 dəfə azalırsa 2 dəfə artar. Cavabımız C variantı. Sualımıza baxaq. Axırıncı sualımızdır. Kütləsi 2 ton olan avtomobilin gücü 60 kilovata çatdıraraq üfüqi yolda 54 km/saat sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Təkərlə yol arasında sürtünmə əmsalını tapın. Deməli bir yoldur. Bir yol və burada bir təkər və bizə bu təkərlə arasındakı sürtünmə qüvvəsinin əmsalını istəyir. Sürtünmə qüvvəsi. Və bizə şərtdə nə deyir? Bərabər sürətlə. Bərabər sürətlə o deməkdir ki, bu motorun dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir ki, bu bərabər sürətlə hərəkət edir. Yəni, əvəzləyici qüvvə 0 olmalıdır bərabər sürətlə hərəkətdə. Bu da o zaman mümkün olar ki, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olsun. Bəs dartı qüvvəsini biz hardan tapa bilərik? Necə ala bilərik? Gücü verir bizə burada, bir də sürət verir. Güc bərabərdir. F vurulsun V. Buradan mən, bu da dartı qüvvəsidir. Buradan dartı qüvvəsini alaram. Gücü sürətə bölərəm. Gücümüzü neçə verib bizə? 60 kilovat, yəni 60.000. Sürətimiz 54'ü kilometr saatdır. Metr bölünsün saniyə çevirmək üçün demişik nə etməliyik? 18'də 5'ə vurmalıyıq. Bu da edər 4, o da edər 20. Deməli, sürətimiz oldu 20. Metr bölsün saniyə. Sıfırlar gedər. Bu dedər 3000. Deməli, biz dartı qüvvəsini tapdıq ki, 3000. Eyni zamanda dedik ki, dartı qüvvəsi də nəyə bərabərdir? Sürtünmə qüvvəsinə. Sürtünmə qüvvəsinə bərabər eləyib və kütləsində 2 ton verir. Gəlin, baxaq. Biz onda dartı qüvvəsini yerinə sürtünmə qüvvəsini yazarıq. Sürtünmə qüvvəsi də bilirik ki, μmg'dir və bizə burada sürtünmə əmsalını istəyir. Sürtünmə əmsalı bərabərdir. Mg düşdü məxrəcə və F sürtünmə, mən bunu yerinə F dartı yazıram. Çünki bir-birinə bərabər idi. Biz dartı qüvvəsini tapdıq 3000. M'imiz 2 ton idi, yəni 2000 vurulsun J'miz də 10. 3 sıfırlar gedər. Cavab 20'də 3. Və yaxud da 5'ə vura bilərik. 0'dan %15. Bir dənə misalımız əlavə qaldı. Hansı dedim? Bernoulli. Bunun izah eləmək istəyirəm. Əvvəlcə uşaqlar görürük sürətin n kəsiyin sahəsindən asıllığını. Bunun üçün bir dənə şəkil çəkim. Şəkil çəkək. Bernoulli hadisəsini izah etmək üçün. Bir dənə böyük n kəsiyin sahəsi olsun. Bax, bir dənə borudur. Sonra bu ensizləşir. Gəlir biraz kiçik hala. Bunun sahəsinə S1, balaca hissənin sahəsinə S2 deyirəm. Buradan axan suyun sürətinə V1, buradan axan suyun sürətinə V2 deyirəm. Və buradakı suyun həcminə V1, balaca suyun həcminə də V2 deyirəm. Yəni bu V-ləri çaşmır. Biri həcmdir, biri sürətdir. Biz bilirik ki, eyni zaman müddətində, eyni zaman anında buradan keçən suyun həcmləri bərabərdir.
Yəni 5 litr su böyük hissədən keçirsə, eyni müddətdə kiçik hissədən də 5 litr su keçir. Yəni həcmləri bir-birinə bərabərdir. Biz həcmin düsturunu necə bilirdik? Həcm bərabərdir SH-dır da, düzdür? H-ın yerinə, yəni yoldur. Burada da yol desək, H-ın yerinə biz yaza bilərik, H-ın yerinə yaza bilərik ST. V bərabərdir SH, S, H-ın yerinə də yaza bilərəm VT. Yolda da L bərabərdir VT-dən yazarım VT. İndi biz buna uyğun, bunu bərabərləşdirək. Yazaram S1, V1 və müəyyən zaman intervalında dedim ki, bərabər olur. Bərabərdir S2, V2 delta T. Buradan T'lər ixtisar gedər. Alıram ki, S1, V1 bərabərdir S2, V2. Bax uşaqlar, bu bizim üçün, bax bu düstur bizim üçün adlanır axın kəsilməzliyi. Və bu Bernoulli qanunudur. Bernoulli qanununda nə deyir? Deyir ki, sahəsi böyük olan hissənindəki suyun sürəti az, sahəsi kiçik olan hissədə suyun sürəti böyük olur, sürətli olur. Və bunun yerinə də kəsik xətti ilə yazsaq, yazarıq S1 bölünsün S2 bərabərdir. Dedim, sürətlərlə tərs asılıdır. V2 bölünsün V1. Bu birinci sürəti yazam. Dəqiqə. Dedik ki, V1 bölünsün V2 bərabərdir. S2 bölünsün S1. Buradan S sahə olduğundan en kəsin sahəsi pi r kvadratıdır da sahə. Ona görə r kvadratı, r2-nin kvadratı bölünsün r1-in kvadratı və yaxud da diametrlə də yaza bilərik. D2-nin kvadratı bölünsün D1-in kvadratı. Bax, bu düsturlardan istifadə etməklə biz deməli, bax, bunlardan istifadə etməli həmin məsələləri istifadə edə bilərik. Deməli, dedik ki, sahə ilə sürət tərs asılıdır. Yəni, Bernoulli hadisəsi bunu dedi. İndi gedək sualların izahına baxaq. Üfüqi boruda axan ideal mayenin səthinin borunun en kəsin sahəsindən dedik necə asılıdır? Tərs asılıdır. Yəni, cavabımız B variantı. Gəldik. Digər suala. Üfüqi borunun dar hissəsində sıxılmayan bir cism mayenin axın sürəti 12 metr bölünsün saniyə. Borunun en kəsiyinin radiusu 2 dəfə çox olan hissədə mayenin axın sürətini nə qədər olar? Dedik ki, sürətlə radiusun kvadratı tərs asılıdır. Baxın, düsturumuzu yazaq. Dedik, V1 bölünsün V2 bərabərdir. R2-nin kvadratı bölünsün R1-in kvadratı. Mənə nə deyir? Mənə deyir, borunun en kəsiyinin radiusunu 2 dəfə çox. Yəni, R2 bərabərdir 2R1. Bir oxuyun, borunun en kəsiyinin radiusu 2 dəfə çox olan hissədə. Bəli. İlk halda sürəti deyir 12-dir. Yazıram. 12 bölünsün V2 bərabərdir. R2-nin yerinə yazıram. Bax, R2-nin yerinə yazıram 2R1. Olur 4R1 kvadratı bölünsün R1 kvadratı. R1 kvadratları gedər. Buradan da alıram ki, V2 bərabərdir 3. Yəni 12 bölünsün 4. Cavabımız 3 metr bölünsün saniyə. Gördünüz? Sürəti, radiusu çoxaldı. Sürət neynədir? Kiçildi. Bir-biri ilə kvadratik tərs asılıdır. Bu qədər.